Ən çox gördüyümüz dişlən problemlərindən biri də aşağı çənənin geridə olan vəziyyətidir. Aşağı çənəsi inkişafdan qalmış və az inkişaf etmiş pasientlərin valideynləri nəyin fərqinə varmalıdırlar və bunun üçün nə etməlidirlər? Biz aşağı çənəsi yuxarı çənəyə nisbətdə geridə qalmış pasientlərdə görürük ki, yuxarı ön dişlərimiz önə doğru meyllənmiş durub və buna görə də yuxarı dişlər ilə aşağı dişlər arasında bir məsafə yaranır. Bu uşağın həyat keyfiyyətinə necə təsir göstərir? Uşaq yuxarı ön dişləri ilə qidanı qopara bilmir. Hətta travma zamanı ilk zədələnən dişlərdə yuxarı ön dişlər olur. Nitqdə də çətinlik törənir və bəzi hərfləri tələffüz edə bilmirlər. Biz baxsaq görərik ki, bu pasientlərdə üz profilində də dəyişikliklər mövcuddur. Dodaqlar və çənə ucu eyni xətt üzərində yerləşdikdə bu daha estetik görünür. Lakin aşağı çənəsi inkişafdan qalmış pasientlərdə bu belə deyil. Bu da mənfi estetikaya gətirib çıxarır. Buna görə də uşaqlar dodaqlarını tam qapada bilmirlər. Qapada bilmədikləri üçün çənə ucundakı əzələlərimiz gərginləşir və portağal qabığı adlandırdığımız bir görüntü əmələ gəlir. Aşağı çənəsi inkişafdan qalmış pasientlər həmçinin xüsusilə də gecələr ağzı açıq yatdıqları üçün burun tənəffüsü yerinə ağız tənəffüsü edirlər. Aşağı tənəffüs yolu daralmış olur bu pasientlərdə. Bu da gələcəkdəki çox böyük bir problemlərə gətirib çıxara bilər. Əgər sadaladığımız görüntülər sizin uşaqda da mövcuddursa, mütləq vaxtında həkimə müraciət edib ortodontik müalicə almalısınız.